Ümumiyyətlə, konsaltinq sahəsi nədir, niyə müştərilər önəm verməlidirlər? Birinci, bunu bir açıqlamasını verim. Mən müştərilərimə hər zaman deyirəm, mənlə işlədi, işləmədi. Ümumiyyətlə, konsaltinqlə işləmək müştəri üçün daha əlverişlidir. Niyə? Birincisi, məsələn, sən özündə bir əməkdaş saxlayırsan mühasibatlıqda, bu əməkdaşın ən yaxşı ehtimalına 30 gün digər əllər xəstəliyi falan bunları qoyuram qırağa, Allah eləməsin, 30 gün məzuniyyəti var. Bəli. Bu 30 gün sən ildə buna məzuniyyət verməlisən. O zaman bunun işini kim görəcək? Kimsə axtarmalısan, başqa kimsə tapmalısan, 30 gün ərzində bu işi görsün və yaxud da ki, onun arxasında qaçmalısan ki, sən Allah bura qaymayaz, sən Allah işçinin maaşını da, sən Allah onu elə, bunu elə. Amma konsaltinqdə belə bir problem yoxdur. Konsaltinqdə mən məsələn müştərilərimə deyirəm ki, siz həmən nömrəni tanıyırsınız. Nömrənin arxasında kimin oturduğu sizin üçün önəmli deyil, sizin üçün heç bir əhəmiyyəti yoxdur. Siz sualınızı həmən nömrəyə yönləndirirsiniz. Hər zaman o nömrənin arxasında sizə cavab verməyə bir şəxs olacaq. Məzuniyyətə çıxar-çıxmaz artıq o mənim problemimdir. Mən onu tənzimləyəcəm, sizin işiniz heç vaxt qalmayacaq. Bu məsələ. Siz işçi işlədirsiniz, əməkdaşınız var, əmək haqqı verirsiniz. Əmək haqqıdan bu gün 2500 manata qədər 34%-ə yaxın vergi var. Bəli. 1000 manat kiməsə əmək haqqı verməkdən ötürü ortalama deyirəm 340-350 manat vergi verməlisiniz. Amma bunu konsaltinqdən işləyirsinizsə vermirsiniz. 1000 manatı verirsiniz və sizə. 3də 1 qədər qazandınız mı? Konsaltinq şirkəti əgər özünə güvənən normal bir şirkətsə öz öhdəliklərinin məsuliyyətini müqavilədə göstərməlidir. Yəni mən bunu deyirəm, belə fəxrlə də deyirəm. Bəzən deyirlər ki, sən özüm haqqında belə, niyə özüm haqqında belə danışmıyorum ki? Mənim 15 illik təcrübəm var. Allah şükür, mən bu bazarın hər tərəfində varam. Mən niyə bu haqda özümə güvənərək danışmayayım ki? Mən müqaviləmdə istənilən şəxslə, ya hazırladığım, yəni müştərimlə müqaviləmdə açıq şəkildə mən məsuliyyətimi üzərimə götürürəm. Mənim ucbatımdan sənə səhər hansısa bir zərər dəyərsə, sən bir maliyyə işçisi ilə üzləşərsənsə, mənim işçimin ucbatından fərqi yoxdur ki, o əməkdaş mənim şirkətimi təmsil edir də. Onun ucbatından sana hansısa bir zərər gəlsə, mən onu qarşılayıram. Burada rəqəmin fərqi yoxdur. Yəni, bu elə belə bir bənd deyil də. Yəni, bu bəndin üzərindən sən sabah 100.000 zərərə düşmüsənsə, o 100.000-i məndən tələb edə bilərsən. Dediklərimə hər birisinə şirkət və müştəri tərəfindən əməl olunursa, mən inanmıram ki, konsaltinqin mənfi tərəfi olsun.